Mədələri üçün Rusa tutunanlar, Rusu kəmər olaraq görüb, ki şalvarın düşəcəyinə iman edənlər, içimizdəki Rus sevdalısı əziklər, xahiş edirəm, ön cərgədə siz oturun, deyəcəklərim var. Rus nağılları ilə yaşayan sözdə ağsaqqallara və onların havadarlarına Azərbaycan tarixinin ən önəmli üsyanı olan Şəki üsyanının yaranma səbəbləri, ölkə üçün stratejik əhəmiyyəti və qəhrəmanlıq nümunəsindən bəhs etmək istərəm. İstərəm dediysəm, bu mövzunun Azərbaycandakı tək əsər sahibi olan Həbibullah Manaflı ilə birgə müzakirə etdik. Həbibullah Manaflı Azərbaycan Pedaqoji Universitetinin Şəki filialında Humanitar Fənlər üzrə kafedrasında baş müəllim işləyir. Azərbaycan müstəqilliyini əldə etdiyində Həbibullah Manaflı milli oyanışın Şəkidəki önəmli təmsilçilərindən biri olub. 1930 Şəki Üsyanı kitabının müəllifidir. Çoxları bu kitabı yazmağın ağır məsuliyyətini öz üzərinə götürə bilməzkən, Həbibullah müəllim Türk dünyasının bilgə şairi Bəxtiyar Vahabzadənin dəvəti və onu layiqli və uyğun görməsi ilə arxivlərdə adətən döyüş yolu keçərək ərsəyə gətirib. Mən də sizlər üçün Həbibullah müəllim ilə Rus zülmünün Şəkidəki izlərinə və Şəki insanının zülmə baş əyməmək üçün göstərmiş olduğu fədakarlıqlara daha dərin toxunmaq məqsədi ilə bir müsahibə gerçəkləşdirdim. Həmin dönəmdə ümumiyyətlə Azərbaycanda acılıq, sosial fəlakət hökm sürürdü. Maddi və mənəvi nə varsa, bunların hamısı təqib və təzyiqlərə məruz qalır. Siz təsəvvür edin ki, elə Şəkinin timsalında deyim, mən arxivdə sənədlərə rast gəldim. O sənədlərdəki faktlar məni heyrətə gətirdi. Kənd təsərrüfatına aid vahid bir vergi əvəzinə 12 vergi növü alınırdı. Ümumiyyətlə o zaman kənd təsərrüfatı məhsullarının üzərinə elə vergilər təyin edilmiş ki, fiziki cəhətdən onun öhdəsindən gəlmək mümkün deyildi. Misal üçün, hər deşyatin torpaqdan 3-4 fut taxıl tələb edirdilər. Elə o zamanda elə Sovet hökumətinin ilk illərindən başlayaraq rüşvətxorluq, vəzifədən sui-istifadə halları baş alıb gedib. Elə Azərbaycanda 20-ci illərdə, 20-21-ci illərdə 4 dəfə rüşvətxorluğa qarşı mübarizəni təmin edən qərarlar qəbul olundu. 4 dəfə. Ümumiyyətlə, böyük şairimiz, dahi şairimiz Bəxtiyar Vahabzadə o zaman baş verən hallar, hadisələr haqqında, böyüklərdən eşidib yaddaşına həkk etdiyi mətləblər haqqında çox məlumatlar verib mənə. Və hər dəfədə hətta onun atasını qaçaqlara yardım göstərməkdə ittiham edib həbs etmişlər. Və hər dəfədə o söhbətlərdən sonra mənə deyildi ki, bunu öyrənmək lazımdır, öyrənib qələm almaq lazımdır. Və böyük şairimizin tövsiyələrindən sonra, məsləhətlərindən sonra mən bu hadisəni öyrənmək qərarına gəldim. Xeyli müddət arxivlərdə çalışdım. Və o dövrün canlı şahid olan adamlarla görüşdüm. Onların məlumatlarını dinlədim. Həmin dövrə aid bəzi nəşrləri yenidən mütaliə etdim. Və nəticədə bu kitab meydana gəldi. Mən sizə deyim ki, o dövrdə hər tərəfli Azərbaycanın milli mənəvi dəyərləri diskriminasiya siyasətinə məruz qalıb.
Misal üçün, o dövrü görən, o dövrün şahid olan ağsaqqallarla döyüşlərində elə canlı şahid olduqlar. Əhvalatlardan mənə bəhs etdilər ki, Ramazan ayında komsomolçular oruç tutan adamları kölərdə yaxalayıb zorla ağızlarına su tökürlər ki, oruçları pozulsun. Kənd Sovetinin sədrləri, kolxoz sədrləri atın belində səmaya ateş atırdılar ki, güya böyük tanrıya arxa çevirdiklərini sübuta getirmək istəyirlər. Məscidlərin hamısı dağıdıldı. Hətta Şəki cəmaatının adından Gümən məscidinin bağlanılması üçün ərizə tərtib etdilər. Cəmaatın imzası ilə. Sonradan bu məscid Ondan Müəllim Məktəbinin idman zalına çevrildi. Bir sözlə əhali həm maddi, həm də mənəvi sıxıntılar içində yaşayırdı. Yəni o dövrün əzab istirabları o həddə, o səviyyə çatmışsa artıq bu cür yaşamağın mümkün olmadığı qənaəti hasil olmuşdur. Bax, üsyanın obyektiv səbəbləri bunlardır. Dininizi her zaman diri tutun. Sizi ondan başka koruyacak hiçbir şeyiniz yoktur. Kin, doğru hedefe yönlendirildiğinde en müqəddəs koruyucu silahtır.